Newton tanırsan, Newton kimdir? Çünki dərsimiz cəzadını yazaq. Newton qanunları. Soruşdum, Newton kimdir? Başına olma, əslində başına olma düşmüyor. Yəni, onu nətər belə deyirlər, düşüb düşmədiyini bilmirik əslində. Sadəcə o bir dənə məqaləsində şeyi bildirmək istəyirmiş. Onda Almanı misal çək. İndi xalq arasında da o başa salmaq üçün deyir ki, məsələn, alma düşsə yeri belə olar falan filan. İnsanların da dilində elə qalıb ki, Newton başına alma düşüb. Əslində düşməyib başına, amma indi Newton bir dənə alimdir, təbii ki. Belə deyim ki, fizikanın demək olar hər şeyini oxuyub. Olmasaydı, çox adam deyir ki, olmasaydı uçurduq göyə. İndi sən ki, cazibə qanunu yaradıq da. Yəni, təbii ki, elə şey olmayacaqdı. Sadəcə Newton həqiqətən də yəni, çox tövbələr verilmə ki, olmasaydı, bəlkə bir dəqiqə deyim ki, konum işləməzdi. Konum bir kənarda, onu qoy. Ondan sonraki alimlərə də təsir edirdi. Ondan sonraki alimlər Newton bilməsə heç nə gəlməzdilər. Yəni, hər şey, yəni gördüyünüz hər şey. Yəni, Newton olmasaydı qalardı o dövrdə. Həqiqətən Newton, o hərəkət qanunları var. Və hərəkət qanunları bizə çox şey nail edir. Newton qanunlarına gəlirik. Newtonun qanunlarına keçməmişdən əvvəl biz qüvvə deyirəm bir şey bilək. Qüvvə, bunu çox dedik. Çox dedik, amma demədik ki, dərsimizin birinci hissəsi nə? Qüvvə. İki bu var, yoxsa bir bu. Azərbaycan köhnə şəkildə ayrı. İndi qüvvə nədir? Bunu altı vurmaq. Bəlkə də artırım, niyə vurmaq ilə zaten qaçacaq? Bax, qüvvə nədir? Əslində doğru bir şey dedim. Qüvvə nədir? Cisimlərlə bir-birinə qarşılıqlı təsir. Qarşılıqlı deməyim, indi cisimlər bir-birinə təsir. Cismin digər cismə verdiyi təsir qüvvədir. Yəni, məsələn, mən əlimi bura vururamsa, qüvvə təsir edir. Əlimi buna sürtürəmsə, qüvvə təsir edir. Qüvvə təsir edir. Bura yumruq vururam, topunu dartıram, qüvvə təsir edir. Yəni, qüvvə elə bir şeydir və qüvvəni biz F hərfinə göstəririk. İstəyən qeydləri başlayın da. F başından belə bilənə F-dur. Niyə F hərfinə göstəririk demiş sualınız abi? F forced qüvvə deməkdir. İngiliscə force yazılır. Force qüvvə deməkdir. İndi qüvvənin vahidini baxaq. İndi məsələn, bunun uzunluğuna nə deyə bilərəm? Metrlə ifadə edə bilərəm də. Deyərəm ki, tutaq ki, bunun uzunluğu 0.7 metrdir. Tutaq ki. Qüvvənin də Newton deyə bir şey var. Yəni, bu da qüvvənin vahidini ölçür. Qüvvənin nə qədər olduğunu ölçür. Onun üçün belə bir dənə mürtəciz aldım. Bunu niyə belə mürtəciz aldım? Vahidini demək istədim. 1 Newton. İndi birazdan 1 Newtonun açılışını deyəcəm ki, 1 Newtonun ədədi qiymətcə. Bunun açılışları var. İndi biz yadına düşsə beynəlxalq sistem dedik. Birinci dərsdə deyək ki, beynəlxalq sistemdə 7 dənə vahid var və biz bütün vahidləri, yəni sistemin kənar vahidləri hamısını o sistemlə ifadə etməliyik. İndi Newton da orada yox idi. Bax, Newton orada yox idi. Newton 7-sində yox idi. İndi Newtonu biz o kilogramla, metrlə, saniyə ilə ifadə edəcəyik. Bundakı mənə şeydə yadıma sal. Newton 2-ci qanununda yadıma sal. Əlinə plus qoy. Əlinə plus qoy, Newton 2-ci qanununda yadıma sal ki, mənə Newtonun açılışını deyəcəkdim. Qüvvə ilə ölçürük. Qüvvə dinamometr adlanan cihazla ölçürük. Yaylı dinamometr. Dinamometrin tək cihazdır. Belə bir dənə görmüsən? Görmüsən? Belə bir dənə yaydır əslində, belə bir dənə. Bunun dərəcələri var da, göstərir. Bura bir dənə cismi asırsan, qoyursan belə, bağlayırsan, onu göstərir. Onu neçə Newton olduğunu göstərir, qüvvə olduğunu göstərir. İndi dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. Bu da ki, doğru cümlədir. Bunu düz Hooke qanununa hələ keçməmişik. İndi bir-iki dərsdən sonra keçəcək qanunu. Amma qeyd edək ki, dinamometrlə qüvvə dinamometrlə ölçülür. Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. Hooke qanununa əsaslanır. Dedik ki, qüvvə başına qoyduq ki, nə kəmiyyətdir? Vektorial kəmiyyətdir. Nə tər vektorial kəmiyyətdir deyə bilərsən? Yəni, deyə bilərəm ki, kimsə tutaq ki, səni vurub. Deyiləm, səni vurub. Vurub, qolundan vurub, burandan vura bilər, nə bilim, başından vurub falan filan. İstiqamət olaraq deyə bilərik ki, ya buradan gəlsə, qüvvənin istiqaməti buradan gəlir. Ədədi qiymətini deyə bilərik.
Bəlkə buranla hiss eləmirsən. Yəni yavaş vurdu hiss eləmirsən. Amma buranla vurdu gömgöygü arıq. Yəni qüvvənin ədədi qiyməti var, istiqaməti var və tətbiq nöqtəsi var. Tətbiq nöqtəsi nə deməkdir? Yəni yəni istiqamət var. Məsələn, səni belə də vura bilər, belə də vura bilər. Anladın? İstiqamət yəni belə də ola bilər, belə də ola bilər. Amma ikisi də eyni yerdə tətbiq olunduğuna görə bunun konkret tətbiq nöqtəsi də var da. Hə, yəni qüvvənin bir də proyeksiyası var, proyeksiya haqqında danışaq. Əslində bu haqqında danışmışıq, amma indi proyeksiya haqqında indi burada yenidən danışacağıq. Bu haqqında yadan düşürsə, ilk konularda danışmışdıq. Qüvvənin proyeksiyası nədir haqqında? Qüvvənin proyeksiyasına keçəcəm düzdür. İndi keçməmişdən əvvəl istəyirəm bir yəni də yer deyim, əvəzləyici qüvvə haqqında danışaq. Əvəzləyici qüvvə səncə nədir? Belə bir dənə sizə deyəcəm indi, bax. Əvəz, üstünə belə qoy. Ləyici qüvvə. Bax, şimdi belə düşün. Kitabxanadasan. Kitabxanadasan. Bir dənə kitab var. Görsən də bir dənə qalıb. Deyirsən ki, tez bul olmalı. Qabaqda görürsən ki, bir dənə adam var, baxışırsın 3 saniyəlik. Ondan sonra bir dənə kitaba da belə baxışırsın. Və tutduğunuz temanı ki, ikimiz o kitabı istəyirik, onu tutdun. Tutduğunuz temanı. Şimdi qaçırsınız, tutduğunuz kitabı ver oradan. Sonra dartsan, onunla dartır. Onunla dartsan, onunla dartır. Hə, bəs indi kimsə indi belə deyir, ki, kitabı təsvir edir, bir dənə kitabdır. Artıq PDF-in yaxın gətirir, PDF var, deyirsən. Hə, sonra sən bunu F qüvvəsi ilə bura dartsan, F qüvvəsi deyək də bura. F qüvvəsi sən bura dartsan. Burada o F2 qüvvəsini orada dartır. F2 qüvvəsini. İndi siz iki yerə dartdığınızı baxmayaraq, konkret buradan bir dənə əvəzləyici qüvvə olur. Yəni bu iki dənə sizin qüvvənizi kitaba soruşsan ki, kitab sən nə edirlər? Buradan da dartdılar, düzdür, ayağından dartdılar. Amma konkret olaraq kitaba təsir edən qüvvə bu tərəf olur. Zaten cırlanda da oradan cırılır. Yəni ona görə də kitaba konkret bir qüvvə almadan kitab bu istiqamətə gedir. Elə bil ki, ikiniz əgər belə tutarsanız, hara gedər kitab? Bura gedər. Çünki qüvvəsi bu istiqamətə alınır. Bura F deyirik. İndi bunun istiqamətlər haqqında danışacağıq. Bəli, indi bir aşağı bir yuxarı deyirsən. Ha, indi belə olsa, bax belə olsa, indi bunu necə toplayacağımızı, çıxacağımızı deyirik. Bu vektorlardır dediyimiz. Sadəcə vektorunu toplayacağıq demək istəyirəm sənə. Məsələn, biri buradadırsan, belə deyirsən, F2. Aha, burada vektorun toplama qaydasından da demişdik bunları. Şimdi kim güclüdürsə, kimin qüvvəsi çoxdursa, əvəzləyici qüvvə oraya gedəcək. Məsələn, tutaq ki, F2, sən o adamdan güclüsən. F1, kitab kimdə atırsan güclüsənsə, sonra burada F əvəzləyici belə olacaq. Belə bir dənə istiqamət olacaq. Əslində belə yoxdur. Anlamadı çıxılır. Belə. Buralarda bir dənə F əvəzləyicimiz olacaq. Sən onu yavaş-yavaş dartasın o kitabı. İndi əvəzləyici qüvvənin nə olduğunu bildin. İndi bu haqda təbii ki, indi danışacağıq. Eyni istiqamət olsa nə olur, əks istiqamətdə olsa nə olur. Onun haqqında danışırıq, tam indi də danışırıq. Ondan əvvəl bir şey deyim ki, yəni biz dedik ki, bir dənə kitab var idi, indi bunu nöqtə ilə ifadə edirik. Sən bunu F1 ilə dartsansa, F1 sənsənsə, F2 ilə başqa adamdırsa, burada arada alfa olur. Alfa olur. Alfanı bir kənara, alfa bir kənara. Bu iki vektoru toplayırıq biz. Hani əvəzləyici qüvvə deyilən bir şey, əvəzləyici deyilən bir şey, sistemdə olan bütün qüvvələrin cəbri cəmidir. Bir adam gəlib desə ki, ay mən də o kitab axtardım, tut buradan dartsa, şapsırılacaq axırda. F3. N-dən adam gəlib, N-də dartsa bunu, tutaq ki, N-dən adam gəldi, hamısı yığışdı bura. Sən buraxarsan ki, istəmirəm, belə kitab istəməzsin. F-in desək bura, N-dən kitab dartsaq, nöqtə, gəl F-in. Yəni n dənə insan bunu dartsa, bütün hamısını qüvvələrini toplayırıq. İndi deyə bilərsən ki, müəllim, baxın mən görmüşəm ki, bir dənə adam ip ora dartırsa, bir dənə adam bura dartırsa, qüvvələrimizi toplayırıqsa, ikimizin də qüvvələrimiz eyni olduğu nəzərə aldı, iki dənə eyni adam ip dartı yarış edir. Axı kimsə qalib gəlmir, kimsə aparmır ki, onun qüvvəsi deyir ki, bunun əvəzləyici qüvvə bu istiqamətə düşür, cisim bura hərəkət elədir də. Sən nətər ola bilər bu şey? Bax, biz bunu vektorial olaraq toplansın deyirik. Amma biz vektorial olaraq toplansın demişik. Amma biz yadına düşürsə birinci dərsdə bir şey demişik ki, sonunda vektorların əvəzləyicisi olur bir dənə. Bizə lazım olan nədir? O əvəzləyicinin qiymətidir. Yəni əvəzləyicinin qiyməti yadına düşürdü, əvəzləyicinin qiyməti olur. O kök altında kvadratdan toplayıb kosinus teoremi yadına saxla. Onu sadəcə filsini eləyəcəyik. İndi belə bir şey deyim. İndi belə bir dənə məntiqsel olaraq bir şey tapaq. İndi F1 ilə F2-nin əvəzləyicisi tutaq ki, olsun, F1 ilə F2-ni silək. Tutaq ki, olsun
Belə. Bunları əvəzlədik də, oldu belə. Oldu FE 1-2 tutaq. Ondan sonra bununla bunu əvəzlədik. Tutaq ki, o da oldu belə bir dənə şey, bunlar çizik. Ondan sonra bununla. Axırda bizə 2 dənə qüvvə qalacaq. Hamısını əvəzləyəndən sonra axırda 2 dənə şey qalır. Axırda 2 dənə şey qalır. Bir F'in n'inci adam, axırıncı adam. Bir də indiyənə qədər ki n'inci adama qədər ki insanlar hamısı birlikdə bunların qalır. Ona da bir dənə F tutaq ki kadr də. Yəni onu gəlin silək, qalan n silək ki biraz rəddən rəqəmlə çıxsın. Birinə 1 deyək, birinə 2 deyək. F1, bir də F2. Yəni bu deməkdir ki, sistemdə 10 dənə də insan olsa, 20-dən də insan olsa, biz axırda 2 dənə qalır. Eləyib sonda 2 dənə qüvvə qalır. Və bu 2 dənə qüvvənin də əvəzləyicisi nə tər tapacaq deyə sual versən, bu sadəcə bildiyiniz vektorlardır. Vektorların toplanmasının təriyidir. Ortadan bir dənə xətt, amma bunu bir daha doğru göstərmək üçün buradan bir dənə, ora bir dənə paralel, düzdür, paralel oxşamalıdır. Çox, biraz yoxşadı. Tetroidlə belə bir şey fiqur var bu nöqtədə. Olur nə? F əvəzləyəmir. Çünki axı vektorlar vaxt cəmləsi demişik. Hə, bunun axırında nə qaldı? Axırda nə qaldı? F1 isə gəl, F2 qaldı. F2 qaldı. İndi biz bunu əvəzləyici qüvvənin, yəni demişdik ki, axırda bir dənə qüvvə qalırsa, bunun əsl düsturu, yəni burada alfa varsa, bu iki dənə arasında alfa bucağı varsa, bunun düsturu nə tər olur? Kök altında nə edirik? F1 kvadratı üstə gəl. Bunun ədədi qiymətinə baxırıq da. Üstə gəl F2 kvadratı çıxaq yox. Çünki burada plus olur. Çünki toplayanda plus olur da. Bu modunu da yazaq. İndi modunu da bunu aparaq ki, çaşma olmasın. Kosinus alfa. Yəni əslində indi 3 dənə bir də hala baxacağıq. Hər dəfə bir 3 dənə hala baxacağıq. Bir eyni istiqamətdə olsa, bir əks istiqamətdə olsa, bir də 90 dərəcə olsa. Təbii ki, hamısını bir riyazi olaraq göstərməyə çalışacağam. Yəni bu düsturdan çıxardığı üçün göstərməyə çalışacağam. Bir də nə edəcəm? Onun mənasını izah etməyə çalışacağam ki, riyazi lazım olmadan bunu tapa biləsən deyə. Bu daha yaxşı yazılır. Silək buraları. Ha, olar. Nə? Yox, indi danışacağam. Bax, əldə. Axırda onların qüvvəsi olur. Yəni əvəzləyici qüvvə olur. Niyə olmur? İndi hamısını sənin danışacağam. Baxın, görəsən. A halı eyni istiqamətdə olarsa. Eyni istiqamətdə olarsa, bax çalışdım. Ta ki, bir dənə qaya var. Qayanı bu istiqamətə hərəkət etdirmək lazımdır. Ta ki, görsən ki, indi bir dənə dostum bu qayanı dartır. İtəliyib o tərəfə. Qayanı itəliyib o tərəfə nə? F1 qüvvəsi ilə. F1 qüvvəsi ilə. İndi görsən ki, o yazıq əlləşir, deyirsən gözü gedin, mən də ona kömək edeyim. Sən də gəlsən bura, ta ki, sən tək çəkək buradan, ta ki, sən də bu saat. Onların belə, sən də bunu F2 qüvvəsini dartırsan. F2 qüvvəsini. İndi toplam indi ikinizin qüvvəsi nə qədər olar? Əvəzləyici qüvvə əvəzləyirsən. Yəni konkret olaraq indi ikiniz qayada soruşsanız görün sən nə qədər qüvvə tətbiq olunur? Qaya deyir ki, mən belə bir dənə F əvəzləyici qüvvə tətbiq olunur. Yəni həqiqətən qayanın tətbiq. Bu nə olur? Bunun cəm olur. Cəm olur. Yəni F əvəzləyici bərabərdir. F1 üstə gəl F2. Sırf şey üçün. Yəni əvəzləyici olaraq qüvvə bunu bu tərəfə hərəkət etməyə başladıq da. Yəni səbit qüvvəsi olmadığı yerdə. İndi riyazi olaraq desək nə tər olur? Gəlin riyazi olaraq bax. İndi bunun bu iki dənə sizin qüvvələriniz arasında nə qədər qaldı şey, bucaq? 0. Onda bura kosinus 0-da nə alır? 1 alır. Onda F əvəzləyici nə olur? Kök altında F1 kvadrat üstə gəl F2 kvadrat. F1 F2. Yox, 0 3 gözlə. F1 F2. Gördük. Bu nədir? Bu nəyin düsturudur? Matematik mötərizənin kvadratı. Mötərizənin kvadratı da. A kvadrat, A üstə B-nin kvadratının düsturudur. Yəni F1 üstə gəl F2-nin kvadratının düsturudur. Kvadrat kök aparır.
Əvəzləyici qüvvə nə qaldı? Belə də gedə bilərsən. Yenə də nəzərə ala bilərsən ki, ikimiz yəni birləşdik, buna bir qüvvə tətbiq elədik. İkimiz belə. Nə? Bu çatdı. Yəni bu da riyazi olaraq riyazi olaraq yəni özün dərsən də, yəni hansı istəyirsən. Zaten hamı demək olar bunu bilir. Bu da ki nə lazım olur? Onu da deyəcəm. Biraz yazım onu. Yo, açıq saldı da aslında. Açıq saldı elə bunu yazsın keçsin. Amma bunda niyə lazım olduğunu deyəcəm birazdan. Əslində buna bağlı suallar da var, amma çox azdır. Çox azdır. İndi keçirik əks istiqamətə. Sən dediyin yerə. Dostum da ki deyir ki, bərk qat. Bərk tətlə. Bərk tətlə. Sən bərk tətlə. Sən bir təhqir edir. Deyir ki, sən əsər adamsan. Zəifsən, bu bərk tətlə. Axı əsəbləşsin deyirsən ki, eləmir. Ondan sonra deyirsən ki, belki gedirdin. Sonra dedin ki, öz yox, mən bunun intiqamını aldım. Gəlim, bunu arxa tərəfdən tələyim, qoymayım o bunu tələsin. Təsəvvür et ki, dostun da yeni gücdəsən. Yəni, o yeni gücdə ola bilərsən, olmaya bilərsən. İndi gəl buradan bunu tələsən. Bir yaxlarım qaya daha yaxşı hərəkət eləyərdi, yoxsa indi hərəkət eləyə də bilər əslində. Dostun səndən güclüsə, sən də eləyə bilər. Sən ona güclüsə, onu da eləyə bilərsən. Yəni, qüvvələri çıxacaq. F2. Qüvvələri çıxacaq, modul çıxır. Bəli, doğru dedim. Yəni qüvvələri çıxır. Əks istiqamətlərdə sadəcə, yəni özündə düşün də, mən fikrini düşün. Bir var ikiniz eyni yerə tələyirsiniz və vəziyyət qüvvə daha böyük oldu. Amma da vəziyyət qüvvə daha kiçik oldu. Niyə çıxırsınız? Çünki böyle sondan çıxırsınız. Hətta ikinizin bərabərdirsə, çıxırsınız, sıfır qalır, qaya hərəkət eləmir. Sonra ona bassın, sən buradan bassın, qaya hərəkət eləmir. Əks istiqamətlər üçün F nə olar? F1 çıxılsın, F2. Amma modula yazıram ki, bəlkə dostun səndən güclüdür, təliyir elə, sən də bir təliyir. Modulu F1 çıxılsın, F2. Yəni desən ki, bəs bu yazı olaraq təbdir. Yazı olaraq deyim ki, belə buradan belə yazım ki, belə şey olmasın. Baxın de. Kosinus 180 dərəcə olur burada aramızda. 180 dərəcə olur. Kosinus 180 dərəcədə nə alır? Mənfi 1 alır. Mənfi 1. Mənfi 1 gəlir bura. Bunu eləyir mənfi. Bu elədir mənfi. Bu da ki, nəyin açılışıdır? A kvadratı çıxılsın, A çıxılsın, B-nin kvadratının açılışı. Burada F1 çıxılsın. F2'nin örtüsü kadar bu da gelir modunda F1 çıxılsın F2 diye bir şey qalmış olur. İndi bizim də düşünək ki 90 dərəcə altında, o da ki əsasdır. Fagor teoremlərini geçmiş. Doksan dərəcə altında gələcək indi. Tutaq ki, belə dənə nöqtə olsun, maddi nöqtə olsun. Bu nöqtəni bu istiqaməti F1 qüvvəsindən çəkilir. Yuxarı istiqaməti F2 qüvvəsindən çəkilir. Arada 90 dərəcə olur. Əvəzləyici təbii ki, belə bir dənə düz şey olur. Bu olur nə? F-ə. F-ə. İndi F-ə nəyə bərabər olur? F əvəzləyici nəyə bərabər olur? Bax, bu Pythagor teoremidir. Bir var bunları eləyə bilər, Pythagor teoremini eləyə bilərsən. O nə olur? F1 kvadrat kök altında F1 kvadrat üstəgəl F2 kvadrat. Yəni kök altında F1 kvadrat üstəgəl F2 kvadrat. Bir də var deyirsən ki, mən Pythagorda zəhləm gedir, çünki vaxtında öz tələbəsini kök altındakı rasional dediyinə görə öldürür. Ona görə deyirsən mən Pythagorda zəhləm gedir, ki mən də zəhləm gedir. Onda nə edə bilərsən? Kosinus 90-da nə alır? 0 alır. Kosinus 0 olduğuna görə bura getdi. Bu silməyim, çünki bu düstəmizə lazımdır. Bura getdi, nə qaldı elə? Bura getdi, nə qalır? Bura getdi, bura getdi. Qaldı F1 üstəgəl F2. F1'in kvadratı üstəgəl F2'in kvadratı qalır. İndi bir də var ki, İndi bu 90 dərəcə olmuyor. Bu çox az suallardadır, çox nadir suallardadır. Yəni bu olsun F1. Bu da olsun nə? F2. Əvəzləyici nə olur? Alfa var arada. Əvəzləyicimiz budur. Bax, burada nə edirsən? Biləvizə budustur. Desək ki, 60 dərəcə buzaq altında, alfa bərabərdir 60 dərəcə buzaq altındadırsa, 60 şərt burasından bura F1 verəcək, F2 verəcək, hesablayasın. Sadə.
Anladın? Asandı mı burada? Bir de var güven proyeksiyası. Proyeksiya hakkında danışmışdıq biz əvvəllər. İlk dərsdə danışmışdıq. Amma indi burada da əslində heç bir şey dəyişmir. Sadəcə S yerinə F yazacağıq. Sadəcə burada o vaxt suallar yox idi, amma burada suallar düşəcəkdir. İstəyirəm həm təkrar olsun, həm də ki, neyse bax. Yazdın mı? Güvən də sildiyi. Güvən də proyeksiya haqqında baxacaq. Sən bir dənə ulduz qoy, yaz ki, proyeksiyası. Proyeksiyası. Proyeksiya nə idi? Proyeksiya. Yəni, bir dənə x, y qoysam, belə bir dənə f olsa, bura nə olur? Kölgə, yəni bunu fx ilə işarə edəcəyik ki, bildiyiniz kimi ki, bunun x oxucağında proyeksiyasıdır. Fx ilə işarə edirik. Bura nə olur? X olurdu. Bəs bura nə olur? Bura nə idi? Yuxarıda y. Burada f-dir. F-dir, f-dir. Yəni buna belədir. Sadəcə f demişdir, indi s-in f işlədir. İndi belə bir şey də var idi. İndi mən f-in özünün, bunu vektorunu yazaq, f-in özünün uzunluğunu da tapa bilərdim. Ümumiyyətlə f-in tapaq, f-i tapaq, onu deyək birinci. Bax, yadında saxla. Bunu bilirdin sən də. X çıxısın x0. İndi çox adam deyir ki, indi bu qüvvənin istiqaməti fərqli olanda yenə x çıxısını x0 eləyirlər. Səhv eləyirlər. Burada nətər olmalıdır? X-in və y-in mənasını heç bilmirlər. Nədir? X burada son qiymətdir. Son qiymətdir. X0 başlanğıc qiymətdir. Yəni biz həmişə x bərabərdir x çıxısını x0 yazırıqsa, bunu belə işarədə belə altına belə oxuymalıyıq ki, bu sondur. Bura nədir? Başlanğıcdır. Lanğıc. Yəni belə bir dənə tutaq ki, belə şey olsa, indi y verməyəcəm, tək x-ə baxaq. Belə bir dənə şey olsa, bura olsun 2, bura olsun 5-dirsə, sən buranın 3 olduğunu deyə bilmərsən. Yəni fx bərabərdir 3 deyə bilmərsən. Fx bərabərdir orada -3-dür. Niyə -3-dür? 2-dən 5 çıxırıq. Çünki bura sondan başlanğıcı çıxırıq və sonundakı görmüş olduq. F-y var. O da y-in son qiyməti çıxılsın, y-in başlanğıc qiyməti deyə bir şey oldu. Və indi f-in özünün uzunluğu nədir? Bunu da belə eləyək. Burada da nədir? Yəni sondur. Burada başlanğıcdır. İndi f-in uzunluğunu nə tapa bilərik burada? Əslində asandır. Bura 3-dürsə, bura 4-dürsə, sən konkret burada deyirsən ki 5-dir. Amma mən onu da tapsın, devam deyək. Bura fx-dirsə, bura da fx-dir. Fx-dir. Bura f-dirsə, 90 dərəcə. F-in əsl uzunluğu nəyə bərabərdir? Kök altında. Yəni belə bir yöntəm tapırıq. Yazdın mı? Yəni proyeksiya budur. Amma indi bəzi bu proyeksiya haqqında bəzi qəliz suallar olur ki, onu da ilk dəfəsində işləməyə çalışmışdıq. Amma indi onunla bağlı bir dənə suala üz tutacağam ki, burada təkcə sənə bir dənə qüvvə verməyə hallar olur. Yəni 2 qüvvə verə bilərlər, 5 qüvvə verə bilərlər, 10 qüvvə verə bilərlər ki, axırda əvəzləyici qüvvənin proyeksiyasıdır. Və ya əvəzləyici qüvvənin qiymətini. Nətər olur o elə bir proses ki, onu yazmağa çalışaq. Çox keçəcəkdir.
X və Y çəkdik. Burada tutaq ki, bir dənə plusun İndi istəyirsən ilk iki qüvvə arasında eləyək. F1 və F2 qüvvələr arasında eləyək. Yəni burada desələr ki, F1 və F2 qüvvəsinin əvəzedici qüvvəsi tap. Bunun iki yöntəmi var sən demək üçün. Birinci yöntəm nədir? Əvəzedici qüvvəni biz vektorla toplamağı bilirik. Nə tər idi? Vektorial üsul nə tər idi? Yəni bunun buna görə paralelogramını düzəldirdik. Bunun da buna görə paralelogramını düzəldirdik və bununla bunu birləşdirirdik. Sən artıq əvəzedici qüvvəni gördün. Yəni gördün ki, burada başlayır, burada tutarır. Belə bir yöntəm var. Belə bir yöntəm var. Və çox adam belə yöntəm eləyir. İndi çox adam da başqa yöntəm eləyir. Başqa yöntəmlərdə əslində yəni bu imtahana düşsə əslində elə düz cavab versən, amma əslində əsl yöntəm budur deyək belə. Birinci olaraq hamısının x üzərində proyeksiyası tapırsan, sonra y üzərində proyeksiyasını tapırsan, sonra kök altında kvadratdan üzərində tapırsan. Məsələn, baxın, gələcək. X üzərində, daha y üzərində belə bu da olsun, burada olsun nə? F1. Bu da olsun F2, bu da olsun F-ə. Bir dənə cədvəl qururuq. İndi bunun x üzərində proyeksiyası nədir? Birinci nədir? 20-dir. Sondan başlanğıcıq. Sonu 1-dir, başlanğıcı da 1-dir. Daxilə 0 olur. Sonu 1-dir, başlanğıcı 1-dir, 0 olur. Proyeksiya deyirik ki, mənfi də ola bilər, müsbət də ola bilər, 0 da ola bilər. Yəni nədir bu? 0-dır. Bəs, indi bu belə olurdu, f1x olurdu. İndi f1x bərabərdir 0. Yəni 0 da qaza bilər yerə bura. Heç elə bir yazmam, gözünüz alışsın. Bəs, bununki nədir? X üzərində f2-ninki nədir? 1, bəli 1. Yəni bu damalar arasındakı məsafəni 1 götürək də. Mənə götürək. Sonra yazaq ki, burada deyək ki, 5 mənlə bir duvarlarını 5-dən məsafə. Bu nə olsun? f2x bərabərdir nə? 1. İndi gəlin də şeyə baxaq. F-i götürək baxaq. Bunun y üzərindəki nədir? 2. Və bununki o? 1. İndi bunları cəmləyirsən. Əvəzedici qüvvə nə idi? Cəm demək deyilmi idi? Cəmləyirdin də. Bununla bunu cəmlə. 1. F-ə-x bərabərdir 1. F-ə-y bərabərdir nə? 3. Son olaraq nə edirsən? Kök altında f(x)in kvadratı. Axı düzdür demişdik bu yaxları. Olur. F(x) kvadratı üstü gəl. F deyək də buna. Y-in kvadratı. Bu da ki nə idi? F vəziyyəci idi. İndi bunu nə bərabərdir? İndi sənə iki qüvvə verməyə bilər. Oradan tutaq ki, ayrı qüvvə də versin. Olsun F3. Eləyəcəyin şey budur. Sadəcə bunlarla sayılacaq. Sonra da nə edəsən? X-lər toplayasın, Y-lər toplayasın, kök altına kvadratdan edəsən. 3 qüvvə verə bilər. 4 qüvvə verə bilər. Tutaq ki, belə buradan belə 25-in verə bilər, 6-ın verə bilər. 100-ün verir istəyir. Yəni nə edəsən? Cəmləyəsən. İndi qüvvədən qurtardıq. Keçdik artıq Newtonun birinci qanununa. Neçənci qanununa? Newton birinci qanununu nə başa düşürsən? Nə başa düşürsən? Yəni əslində doğru bir şeydir. Bunun tərif cəhətdən var. Bir də yəni lora cəhətdən var. Tərif cəhətdən deyim ki, Newton belə deyir ki, elə hesablama sistemləri var ki, cismə
heç bir qüvvə təsir etmirsə və ya edilən qüvvələr bir-birini tarazlaşdırırsa, onda nə olur? Cisim ya sükunətdə qalır, ya da sürətlə bərabər sürətdə hərəkət halını qoruyur. Yəni birinci olaraq bunu deyim ki, ya qoruyur deyə müəllim orada nəyə kastetdim deyim. Bax, Newton birinci qanununa ümumiyyətcə cisimlərdə bir xassə var. Cisimlər hərəkətin həm zaman qorumaq istəyir. Yəni hər zaman hərəkətini qoruyur. Yəni deyirlər ki, məsəl ola bilər ki, əslində təbiətdə baş verən bütün cisimlər hərəkət halını qoruyur. Yəni öz sürətini qoruyur. Yəni əgər hərəkətdədirsə, hərəkət halını qorumaq istəyir. Əgər belə dayanıbsa da belə dayandığı halı qorumaq istəyir. Yəni cisimsən də istəyirsən. Nətər, yəni bunu belə deyə bilərəm ki, avtobusla gedirsən, avtobus bərabər sürətlə gedirsə, sən rahatsan. Yəni biz avtobus səndən istəyir şeydir. Buradan yadına düşəcək ki, mən əvvəl sən demişdim ki, müzakirə də görüm avtobusda gedəndə nəyə görə qabağa gedirik, nəyə görə arxaya gedirik. İndi gəl onu İndi onun səbəbini öyrənək. Bu avtobus, o təzəcanlı avtobuslar. Təzəcanlı. Onun da əslində 3 təkər var idi. Yoxsa nətər? Hə. Hə, avtobusdur. Sən də içindəsən. Bax, içindəsən. Avtobusun içindəsən. Tutaq ki, əlində tutmamısan. İndi əlini tutqun versə, baxacaq, tutmadan versə. Avtobus, hə, düşünürsən. Avtobus V sürətindən gedir. Bəs sənin sürətin nə olar? Avtobusun sürəti var. Sənin sürətin nədir? V-dir. İndi bunu V deməyək, indi belə deyək də, avtobusun sürəti tutaq ki, olsun 30 metr bölü saniyə. Sən də 30 metr. Bunu təxmini atıramayıq. Əslində bəlkə də avtobus çıxıb gedinə bu sürətlədir. Yəni burada 30 metr bölü saniyə ilə sən də gedirsən. İndi avtobus qəfildən sürətini yendidir, elədi 20. Bax, məqama baxaq, tut məqamı. Qəfildən elədi 20. Sən cisimsən, sürətini qorumaq istəyirsən. Hə, sənin sürətin 30-dur, avtobusun 20 oldu. Avtobus yəni tormoza basır, tormoza basanda nəyə görə qabağa gedir? Sualın cavabı budur. Sən elə o sürəti götürməmisən. Sən 30-san və 30-dan nə edirsən? Şıp getdin pəncərədən çıxdın, uçdun, çıxdın, getdin. İndi deyirsən ki, bəs müəllim, niyə həqiqətən də avtobus tormoz verir? Nəyə görə getmirəm? Sən burada dəmir var, dəmir zad var. İndi bəlkə qızlar oturub onlara yol vermək istəmirsən. Hə, dəmir əlini tutmusan burada. İndi qəfildən getdi sürətin, sən əlini buradan tutaraq öz sürətin halını elə bil ki, şey eləyəsən və sürətini yavaşladasan. Özünü belə tutub elə bil ki, nətər düşün. Sən orada kimsə çəkirsən və ya tutmusan, dartmısan kimi getmir. Həqiqətən eyni şeydir. Eyni şeydir. Yəni əslində belə çox qəribə şeylər var burada. Və ya belə bir şey də deyə bilərik. Tutaq ki, maşının içindəsən, həqiqətən bir qəza falan oldusa, yəni maşının içindəsən, bax belə düşün. Maşınla tutaq ki, gedirsən, maşına getsən. Getdin, dəydin dəmirə, tutaq ki, harasa vurdunsa, onun mənası deyim nə deməkdir? Mən vurdum. Onun mənası var, fərqli mənalar var. Belə məna da ola bilər ki, sən belə durmusan, belə durmusan, sən qabaqdan belə bir dənə dəmir gəlir, dəydi sağa. Sən belə durmusan. Eyni şeydir. Ya da belə deyim, qaçaqçı gəlib özünü divara vurur. Özün belə sabit durmağınla divar eyni sürətlə sən gəlib təpələdəmi? Eyni şeydir. Anladın? Yəni elə şeylər də var fizikada. Yəni hərəkətin eyni şeydir. İndi onu baxıraq, indi burada bunu düşünmək ki, indi belə sürətində 30 oldu. 12 20-dir, sən 30-dur da, sən daha sürətlisən. Tez əlini tutursan oradan, sürətin azaltsan. Sürətin oldu 29, 28, 27-dən axırda onun sürəti olanda tezən belə yanaşır. Hə, amma indi onun sürətini bildik. Burası qədər bildin. İndi tutaq ki, avtobus 30-daydı, 20 gedirdin, hələ ki yaxşı gedər ki, elədi qəfildən 40. İndi də o sürətlə uçdu, gedir. Bütün avtobus gedir. Sən avtobusun ayrı şeysən də. Sən avtobusdan deyilsən. Sən fərqli bir şeysən, sən fərqli bir cisimsən. Gedir. Onda gedirsən arxadakı insanlara dəydiyi hallar olub da yəqin. Domino daş kimi də hamını yıxmışdı. Hə. Yəni onun kimi gedir arxaya dəyirsən belə. Ona görə nə etmək lazımdır? Buradan tutub sürətini getdikcə azaltmaq lazımdır. Onun səbəbini tut. Avtobus əgər indi belə deyirik, bu istiqamətə yeniləşdirsə, bu istiqamətdə sürətin artırsa, təcilin istiqaməti onda bu istiqamət olur da. Sürətin sizinki artırdı, bu istiqamət artırdı. 30 idi o, indi elədi 40. Təcilin istiqaməti bu tərəfdir. Təcilin istiqaməti bu tərəf olduğuna görə sən bu tərəfə getdin. Əyildi. Bu tərəfə hərəkət elədin sən. Əgər təcilin istiqaməti bu tərəf olsaydı,
Bu tərəfə gedərik. Yəni burada nəyə başa salmaq istədim sənə? Ətalətə başa salmaq istədim ki, ətalət nədir? Ətalət nədir? Hər cisim öz sürət halını qorumaq istəyir. Ətalət olmasaydı bu elə 40 eləyən kimi, sürətin 40 eləyən kimi sən də 30 saniyə, avtomatik sən də 40 olardın. Heç əlini tutmağa ehtiyac olmasaydı. Amma düşün, məntiqsiz olar. Əlini belə tutmusan, avtobus qəfildən qaza basır, sən amma belə düz qalmağın ola bilməz. Hı? Belə bir şeydir. Ola bilməz. İndi belə bir şey var ki, avtobusda 2 dənə adam olsun. Biri gombol, biri arıq. Hı? Gombol, biri arıq. İndi avtobusda sürətində çox artırmasın da, indi yazıqsınız. İndi orada tutaq ki, əlim biraz tutmasan, onu götürək, insafsızlıq eləyək qalmır da. İndi kök. Bir arıq, bir də kök. İndi bu da ki, ikinizin də sürətinin sənə ki 30 olsun. Yəni çünki avtobus 30-la gedir çünki. Avtobus 30 deyəsən, bunu da 30-dur. Bununki neçədir? 30. İndi qəfildən avtobus dedi ki, mən qaza bastı. Qaza yox, qaza yox. Baxın, bası tutuldu. Elədiyi sürətin neçə? Bax, eləsin 10. Ha, indi gombol acı dalğalanacaq belə. Çox hərəkət eləməyəcək də, acı dalğalanacaq. Amma arıq sən getdin yapışdın istəyirliyə. Yəni buradan belə nəticə gəlir ki, cisimlərin kütləsi nə qədər çoxdursa, ətaləti də o qədər çoxdur. Ətalət nə idi? Mən kütlənin hərəkətini saxlamalı. Kök gördün hərəkəti qəşəng saxlaya bildi. Amma arıq yazıq saxlaya bilmədi. Niyə? Kütləsi az idi. Orada qalmışdı. Nə? Kök daha yaxşı idi. İndi gedikcə sürətin yenidir ona və ətalət hesablamaq üçün indi belə deyək də kütlə. Ətalətin düz mütənasibdir. İndi belə bir şey qoyuram. Bu nə deməkdir? Bu düz mütənasib deməkdir. Bu işarə nə deməkdir? Yəni bu nə deməkdir? Ətalətin əgər kütlən artsa, ətalətin də artacaq. Kütlən azalsa, ətalətin də azalacaq. O deməkdir bu işarə. Sən bunları qeyd elə. Keçən dəfə qeyd eləmisən. Bunları qeyd elə. Ne dedik? Kütle arasında ətalət artır, ətalət artırında kütle azalır. Yazdın mı? Newton nə demək istəyir? Newtonun bir yaxalarının iki qanunu dedik. Bu nə demək istəyir? Yəni onun haqqında danışaq. Deyir ki, elə çapılma sistemi var ki, cisimə heç bir qüvvə təsir etmirsə, yəni sən bunu yazar, tərəfə gətirək sərbəstlər. Elə hesablama sistemi vardır ki, nə? Ha, çeşmə indi burada keçəcəkdim. Aha. Sistemi vardır ki, cisimə heç bir qüvvə təsir etmirsə, və ya bu tərəfə işıq düşmür ki, bakır. Edilən edilən təsirlər bir-birinə tərif çox böyükdür sənin. Həqiqətən də böyükdür. Kompensasiya deməkdir, tarazlaşdırırsa. O zaman tərifəsini o zaman cisim ya düz xətli, bərabər sürətli hərəkət halını qoruyar. Hərəkət edər və ya sükunətdə qalır. Sükunət halını qoruyar.
İndi bu tərifi kiçildəcəyik. Tərifi kiçildirik. İndi deyək ki, tele hesablama sistemi vardır ki, ilk öncə bu cümləni gəlib bir təhlil edirik. Elə hesablama sistemi vardır ki, bu nə deməkdir? Yəni fərqli insanlar var. Yəni elə hesablama sistemi vardır ki, burada Newton qanunu ödənmir. Nətər? Newton deyib ki, cismə heç bir qüvvə təsir eləmirsə, o cismin sürəti sabit qalacaq. İndi sən tutaq ki, avtobus deməyək. İndi belə bir dənə avtobus deyək. Belə bir dənə təcilli hərəkət olsun. Təcilli hərəkət olsun. Sən də bunu eyni təcillə sən də buna baxırsan. Buradakı insan da ona baxsın. Buradakı insan da ona baxsın. İndi bu təcillə hərəkət eləyir. Amma mən də eyni təcillə hərəkət eləyirəm deyə. Mən də eyni təcillə hərəkət eləyirəm də. Sıfıra bərabər olur. Amma Newton qanununda deyir ki, şeydə axı burada bunu qoysaq. Axı deyir ki, cisimə heç bir qüvvə təsir etmirsə, o sükunət halını saxlayır. Buna birdən qüvvə təsir eləyir. Burada motorun qüvvəsi var ki, təcil hərəkət eləyir də bu. Burada motorla bunu vurur ki, təcil hərəkət eləyir. Bunu da vurur. Axı eləyir. Newton qanunu deyir ki, eləməməlidir. Amma eləyir. Ona görə də el saxlama sistemi vardır ki, yəni bu insan təcillə hərəkət etməli deyil. Sürəti sabit olmalıdır və ya sükunətdə qalmalıdır ki, buradakı insanı Newton birinci qanunu ödənilən şəkildə təhlil edə bilsin. Bu sistemdə ancaq və ancaq ya sürəti olmalıdır, sıfır olmalıdır, ya da sürəti nə olmalıdır? Sabit olmalıdır. Yəni istiqamətdə düz xəttə bərabər sürətlə hərəkət etməlidir. Buna da əgər belə bir sistemə, yəni belə sistem nə idi? Baxan bir insan idi də. Belə bir sistemə ətalət hesablama sistemi və ya inersial hesablama sistemi. İnersiyada şey deyirlər də, ingiliscə ətalət deməkdir, inersiya. Ona görə inersial hesablama sistemi deyilir. Yəni desələr ki, şeydir, aşağıdakı bəhtlərdən hansı ətalət hesablama sistemidir deyəndə, oradakı bəhtdə ya sürət sıfır olmalıdır, ya da ki, ümumiyyətlə təcil olmalı deyildir dostum. Ya sürətin qiyməti sıfır olmalıdır, ya da istiqamət şeydir. Düz xəttə bərabər sürətdə hərəkət halını qorumalıdır. İndi keçək, cismə heç bir qüvvə təsir etmirsə və ya edilən qüvvələr birbirini tarazlaşdırırsa. Bu nə deməkdir? Və əslində deməkdir ki, qısa şəkildə yazsaq bunu, deməkdir ki, əvəzləyici qüvvə sıfır olsun. Əvəzləyici qüvvə sıfır olsun. Nətər? Yəni əvəzləyici qüvvə sıfır olan nə olur? Sıfır olanda əvəzləyici qüvvə bərabərdir sıfır olsa. Nə olar? Nə olar? Yəni bax. Tutaq ki, belə düşünək. Bu cismə ya heç bir qüvvə təsir etməli deyil, ya təsir etməli deyil. Onda əvəzləyici qüvvə nə olur? Buna heç bir qüvvə təsir eləmirsə, əvəzləyici qüvvə sıfırdır. Və ya bura bir dənə 30 Newton, bu tərəfdən də 30 Newton təsir olunursa, əvəzləyici qüvvə nədir? Sıfırdır. Burada nətərdir? Yəni deyək ki, cismə heç bir qüvvə təsir etmirsə, heç bir qüvvə təsir etmədi və ya edilən təsirlər bir-birini tarazlaşdırırlar. Onda nə olur? Bir-birini tarazlaşdırırsa, cisim ya düz xəttə bərabər sürətdə hərəkət, ya sükunət halını qoruyur. Həqiqətən də buna heç bir qüvvə təsir eləmirsə, nə oldu? Sükunətdə qaldı və ya bunu edilən təsirlər bir-birini kompensasiya elədirsə, bir-birini apardısa, islah elədirsə, bu yenə sıfır olur. İndi bu cisim əgər 30 metr bölü saniyə ilə hərəkət eləsəydi, kosmosda heç bir qüvvənin təsir eləmədiyi yerdə hərəkət eləsəydi, buna heç bir qüvvə təsir etmədisə, yenə də nə edərdi? Halını qoruyardı. Yəni bu cismi apardım kosmosa, heç bir planetdən olmadığı bir yerdə kəşf elə, bunu danışmışdıq sizə. Və cisimə belə bir dənə tutma vurdunsa, bu cisim sürətini dəyişdirmədən nə istiqamətcə, nə də ki necə qiymətcə dəyişdirmədən düz sonsuza qədər ta ki buna hansısa bir qüvvə təsir eləsin. Ona qədər eyni sürət halını qoruyur. Newton birinci qanunu bu deyir. Yəni sən nə deyək ki, belə desən belə olar. Və ya sən elə bunu get kosmosda belə sabit qoysan belə, əlini çəksən, bu ömrün sonuna qədər belə qalar. Həqiqətən ömrün sonu olmaz ümumiyyətlə. Çür yerdə yəqin. Anladın mı? Yəni bunu atdıqsa, Newton birinci qanunu nətər pozula bilər? Bu getdi, sonsuza qədər getsin, qəflən getsin, bir yad planetin qabağına çıxsın, yad planetin ya bu nədir? Birisi tutsun əlini saxlasın belə. Onu gördüyüm kimi tam burada qüvvə təsir elədi deyə nə oldu? Pozuldu. Yəni cismə heç bir qüvvə təsir eləməli deyil ki, bu sürətini qorusun. Yəni sabitdirsə sabit, düz xəttə bərabər sürətdə hərəkət edirsə, düz xəttə bərabər sürətdə hərəkət halını qorusun. Ətalət hesablama sistemi nə idi?
Güvenlik çerçevesinde satılsa o bir de daha yapar. Yok, ətalət yox, ətalət yox. Ətalət hesablama sistemi. Tutayla yani Ətalət hesablama sistemi buydu ki, hesablama sistemidir normalda. Ancaq bir də ətalət sözü var. Ətalət nə deməkdir? Yəni ya sıfır, yəni belə deyil, amma ya sıfır olmalıdır ya da bərabər olmalıdır ki, ətalət hesablama sistemi olsun. Yəni sürət olaraq. Diqqətli ol bu istəmələrə. Newton birinci qanundan anlamadığım bir şey qaldı. Keçdi Newton səncə qanununa. Newtonun ikinci qanunu. Newtonun ikinci qanunu nədir? Daha doğrusu bunu deyim. Newton birinci qanunu bizə nə deyirdi? Bunu bilək. İkinci qanunu anlamaq üçün. Yəni əslində Newton birinci qanunu kəşf elədi. Niyə ikinciyə ehtiyac duydu? Onu biləcəm mənə de görüm. Niyə elə birdən yetirmədi də? Bizi niyə görür? Yox, baxın de. Newton birinci qanununda biz cismə heç bir qüvvə təsir etmirsə, yox, göz, o dəqiqə sıfır, ya da sıfır. Yəni heç bir təsir etmir, o dəqiqə sıfır. Cismə heç bir qüvvə təsir etmirsə, Newton birinci qanunu bizə bunu deyir. Heç bir qüvvə təsir etmirsə, o cismə nə olar? O cism məsələn həqiqətən dediyim kimi sıfır olar. Yəni o haqqda danışırdıq. Və ya düzəltmə bərabər sürətdə hərəkət halını qoruyar. O haqqda danışırdıq. Newton birinci qanunu buydu. İndi bəs belə bir sual yaranır. Deyir ki, bəs təsir eləsə nə olar? Hər şeydir. Təsir eləsə nə olar? Əvəzedici qüvvədir o hər şeydir. Təsir eləsə nə olar? Bəs onun dinamika nə idi? Səbəb idi. Onun səbəbini araşdırması. Bəs ona hərəkət eləsə, tutaq ki, oradan bir cisim gəlir də. Yəni belə uzaq cisim gəlir. Şimdi bunu tutdu. Tutanda nə olacaq bəs? Buna qüvvə təsirlə tutdu. Buna nə olacaq? İndi o qüvvə haqqında danışırıq. Ümumiyyətcə bunu deyim ki, qüvvə varsa təcildir. Deyirsən ki, təcil nə əlaqə? Təcil nə qatdın bura? Əgər bir cismə sən belə sabit qalıb, buna bir yumruq atsansa, buna bir qüvvə vermiş oldun. Eyni zamanda bu hərəkətin sürətini dəyişdi. Sıfır idi. Vurdun getdin nə qədər olsun, nə qədər oldu da indi. Nə qədərsə olmağa, sıfırdan nə qədərsə getdisə nə oldu? Sürətin dəyişdi. Bir saniyədə sürət dəyişməsi nə idi? Təcil. Bir saniyədə cisim sürətinin dəyişməsi təcil idi. Yəni qüvvə təcil yaratdı. İndi Newtonun ikinci qanununda o təcilin nə olduğunu deyir. A bərabərdir. F əvəzləyici bölünsün M. Əvəzləyici qüvvə niyə yazdım? Çünki əvəzləyici qüvvə lazımdır bizə. Bəlkə sən buradan yumruq vurdun. Yumruğa əsasən təyin edə bilmərsən axı. Çünki bəlkə buradan da bir adam yumruq vurur. İkiniz yumruğu göydə dəydi bir-birinə. Bu cisim yenə eyni sürətini saxladı axı. Daha buna demişik ki, təcil olmalıdır. Kütlə nə əlaqə deyəsən? Kütlə təcil nə əlaqə? Əgər mən eyni qüvvə ilə burada markerə vursam, marker həqiqətən uçar gedir. Amma indi onunla sənə vursam, hərəkət eləməyəsən böyük ehtimal. Çünki yavaş vurur. Hərəkət eləməyəsən. Yəni ona görə də kütləsi əgər kiminki azdırsa, onun təcili çoxdur. Gördüyünüz kütlə təcilində tərs asıldı. Onu belə yazırlar. İndi təcil rahat belədir. Təcil kütlədən nə tərəfində? Tərs. Yəni kütlə artsa təcil artır, təcil artsa kütlə artsa təcil azalır, təcil artsa kütlə minir. Əvəzləyici qüvvədən tərəfində düz asılıdır. Niyə düz asılıdır? Çünki mən bura bir var belə qüvvə ilə vurdum, azca gedişim var. Belə vurdum, çıxdı getdi. Yəni belə bir ifadə yazdıq. Bu ifadə həqiqətən yazılmış ifadə Newton ikinci qanunu var. İkinci qanunu budur. Hətta buradan belə bir şey yazırlar ki, F əvəzləyici bərabərdir MA. Bunu çox işlədəcəyik. Və indi deyirsən ki, müəllim, bunu tərif formasında yaz. Tərif buradan çıxır. Tərif nədir? Cismin təcili onun qüvvəsi ilə düz, təsir edən qüvvə ilə düz, onun kütləsi ilə də, həmin cismin kütləsi ilə də tərs mütəmasi basılıdır. Sən qeyd edə bilərsən, istəyirsənsə də belə qala bilər. İndi belə bir şey öyrəndik biz buradan. İndi bir cismə təsir haqqında danışdıq. Yəni mən markerə yumruğumu vurdum. Marker deyilmi bu? Təsəvvürlə markerdir. Ona yumruğumu vurdum. Onun yumruğumu F qüvvəsini vurdum.
İndi markerin hərəkət haqqında danışdıq. İndi marker dedik ki, sükunətdə qalsa nə olar marker və ya marker qüvvə vursaq nə olar? Bu haqda danışdıq. Sükunət haqqında danışdıq birinci qanunda. İkinci qanunda qüvvəni danışdıq. Bəs o mənim əlim haqqında danışmadıq. Mənim əlimə nə olacaq bəs? Əlimə nə olacaq? Əlim haqqında danışmadı. Newton üçüncü qanunda da bunu tapıb ki, bu insanın əlindən nə olacaq? Newtonun ikinci, yox, üçüncü qanunu. Newtonun üçüncü qanunu ən sevilən qanundur. Qüvvə belə deyil, yəni ifadəsi budur. Yəni araşdırmalar nəticəsində təyin olunur ki, bir cisim o birisi cisimə nə qədər newtonluq qüvvə təsir edirsə, o birisi cisimdə bu cisimə n newtonluq qüvvə ilə qarşılıq verir. Yəni tərif formasında budur, sən qeyd edə bilərsən. Cisimə tətbiq olunan qüvvə əks təsir yaradır. Yəni o birisi cisimə buna belə vurursansa, o da sana qaytarır və əks təsir qüvvəsi bu qüvvəyə qiymətcə bərabər, istiqamətcə əksdir, bir-birini tarazlaşdırmır və eyni təbiətdədir. İndi təbiət heç o haqqda danışmaq istəmirəm. Onu gravitasiya qanununda, gravitasiya qüvvəsində, onda haqqında təbiət haqqında danışacağam. Heç nə, yəni tərif buydu və nə demək istədik? Məsələn, belə bir dənə cisimə varsa, tutaq ki, divardır, lövhəyə də əlimi vurdum. Lövhəyə mən 100 newtonluq qüvvə ilə vurdumsa, lövhə də mənim əlimə 100 newtonluq qüvvə ilə təsir eləyir. Yəni belə bir dənə divar varsa, o divara sən əlinlə F1 qüvvəsinə tətbiq elədinsə, F1 qüvvəsini vurdunsa, divar da sənə F2 qüvvəsi ilə təsir edəcək və F1 bərabərdir mənfi F2. Niyə mənfi? Əks təsirdir. Və F1-in modulu nəyə bərabər olar? F2-nin moduluna. Yəni qiymətcə bərabərdir, istiqamətcə əksdir. Bunu göstərir yazı cəhətdən. Bir də dedik ki, bir-birini tarazlaşdırmır. Tarazlaşdırmır nə tərəfidir? Bunun mənasını keçmədə izah elədik. Yəni eyni cismə tətbiq olunmuş, bunu deyim. Eyni cismə tətbiq olunmuş. O sən əlinə vurdu, sən də onun divarına vurdun. Eyni cismə tətbiq olunmadı burada. Əgər eyni cismə tətbiq olsa bir-birini tarazlaşdırır. Yəni belə deyə bilərsən. Deyəsən ki, mənim indi bu tərəfə qiymət var. Mən bunu tutaq ki, 1 newtonluq qüvvə ilə vurdum. Müəyyən 1 newtonluq qüvvə ilə bax. Vurdum. O da mənim əlimi vurdu eyni newtonluq qüvvə ilə. 100 newton tutaq ki, ora, 100 newton bura. Bəs şey olmalıdır. Əvəzedici qüvvədə də keçmişik ki, kompensasiya eləməliydik bunlar bir-birlərini. Niyə bəs kompensasiya laf elədisə, onda deyim Newton birinci qanunu demişdi ki, kompensasiya elədisə, bu cisim hərəkət eləməli deyil. Yəni bəs niyə hərəkət elədi? Bu. Mən buna vurdum. Bu mənim əlimə vurdu. Yəni bu qüvvələr fərqli cisimlərə tətbiq olunur. Əgər ikisi də məsələn tutaq ki, bir dənə qaya olsaydı, qayanı sən buradan n F1 qüvvəsi ilə datsaydın, qarşındakı da bunu F2 qüvvəsi ilə datsaydı. Hə, tamam. Hərəkət eləməz. Okay, burada ödənilir. Amma bu sənin axı markeri sən itələdinsə, marker deyilmi bu? Markeri sən F1 qüvvəsi ilə itələdinsə, F1 qüvvəsini itələdinsə, o markerdə səni özün yox, özün eləsə, hə, marker səni F2 qüvvəsi ilə vurur, ona görə də bunu eləyir, bir-birini tarazlaşdırmır. Yəni bir-birini kompensasiya eləmir. Yəni Newton üçüncü qanunu buydu. Yəni Newton üçüncü qanununda nə xeyri var? Məsələn, tutaq ki, bunu gizli dedik, bölsənməsən, özün təskinlik ver. Sən 1000 Newtondan sən vursun, fikirlərini yarsınlar, ya xəstəxanada komadasan. Yəni komada insan nə qədər özünə fikirləşə bilər də. Fikirləş ki, nə olsun, mən də onu vurdum. Newton üçüncü qanunda bu. Həmən sevinib dərsi qurtardıq demə, bəzi xüsusi hallar deyək və ya elə şey deyək. Bunun dördüncü hissə kimi yazaq ki, bəzi qeydlər. Bəzi nələr?
Qeyd 1. Bax, biz bir dəfə demişdik ki, təcil qüvvə ilə dost. Təcil qüvvə ilə dostdurlar. Yəni bunu da demədik dərsəm. Bunu keçən dəfə də demişik. Təcil nədir? Qüvvə ilə dost. Bunu yadında saxla. Yəni təcilin zamanlaşıqlı qrafiki nə tərdirsə, qüvvənin də zamanlaşıqlı qrafiki eyni şəkildə olmağı şərtdir. Çünki dostlar. Yəni belə deyərlər, bunu belə çəkeyim ki, biraz maraqlı bir şey eləmək istəyirəm. Maraqlı bir dənə sual vermək istəyirəm burada sənə. Özdə deyəcəm. Bu iki nəfər olar bəs? Birincisi dedi. Aha. Eyni sual. İndi sənə bir şey demək istəyirəm. Sənə dedi ki, qüvvənin zamanlaşıqlı qrafiki budur. Hansı hissədə cisim düz xəttə bərabər sürətlə hərəkət edər? Bura tutaq ki, bura deyib ver. Bura T3 olsun, bura T4 olsun, burada T5. Neçə dedin? Bax, cismin düz xəttli, bərabər sürətli hərəkət etməsi üçün ona verilən təcil sıfır olmalıdır. Bunu bildik də biz. Cisim əgər düz xəttli bərabər sürətlə hərəkət etməsi üçün onun təcili nə olmalıdır? Sıfır olmalıdır. İndi demişdik ki, qüvvə ilə təcil eyni şeydir. Yəni bunu gözünün qabağında silib yerinə belə təcil tuta bilərsən. Təcilin sıfır olduğu hissə nə vardır? T3-ün T4, demək T3-ün T4. Və sənə desəydi, bərabər təcilli hərəkət etsəydi və sənə desəydi, bərabər təcilli hərəkət desəydi, yəni ki, hansı hissədə bərabər təcilli hərəkətdir? Bura. Çünki burada təcil bərabərdir. Nə? X-in başlanğıcı. Ha, ilginç. Neyse, yəni anladın da, yəni sən nə deyirsən, şərti qoy bura F A əvəzinə yaza bilərsən və ya adisə F əvəzinə bilərsən, yaza bilərsən. Çünki həqiqətən belə suallar var. Belə suallar var. Sənə hərəkət deyir. Ondan sonra deyir ki, qüvvənin zamanlaşıqlı qrafikini yaz. Yəni insan da şaşırır ki, oyda mən kilometrikada indi düz xəttə bərabər düz xətt hərəkət və çevrədə hərəkət etdiyi. Orada mən qüvvə haqqında danışmadım axı. Özünə deyir ki, qüvvə haqqında danışmadım. Bununla nə olan bir şey deyir, amma təcillə qüvvə nədir dostdur? Yəni təcil yerinə necə qüvvəni qoya bilərsən. İndi keçək qeyd 2-yə. Mərkəzə qaçırma qüvvəsi. Mərkəzə qaçırma qüvvəsi nədir? Yəni mərkəzə qaçırma qüvvəsi tam olaraq budur. Tam ortaya doğru çəkilir yox. Tam ortaya doğru qüvvə var. Tam ortaya doğru qüvvə var deməkdir bu. Bu da ki, nə tür olan bir şeydir? Sənin də onu izah etməyə çalışaq. Birinci olaraq bunu deyək ki, düstur formasını deyək ki, düstur nə tür olan bir şeydir? Əslində düsturda gözünə qorxacaq heç bir şey yoxdur. F bərabərdir nədir? M-A. F əvəzləyici bərabərdir M-A-dır. Biz əslində əvəzləyicinin qiyməti lazımdır. Çevrə üzrə bərabər sürətli hərəkətdə A-nın düsturu nə idi? A-nın düsturlarının hamısını gəlib bura yazılsın. Nə düsturlar var idi? V kvadrat bölünsün var idi. Onda nə olurdu? MV kvadratı bölünsün R deyə bir düstur olur. Və ya omega kvadratı R deyə bir düstur var idi. Onda M omega kvadratı R olur. Bir də omega V düsturu var idi. M omega V
Belə bir dənə düstur olmuş olur. Deyirsən ki, bəs burada nətər, burada da omega düsturları var. Axı burada əslində kitabın nə qədər düstur var, amma əslində bir dənə bunu bildinsə kifayətdir. Bunu bildinsə, zaten təcili düsturlarını bilirsən sən, keçən dəfə dərs gəlmirsən, əslində olan bilmir. Hə, bundan sonra get bunları da yerlərində qoyarsan, yazarsan, ondan sonra deyirsən ki, bəs burada omega, orada pi ilə miyeli düsturlar var, o nətərdir? Omeganın düsturu artı, omeganın 3 dənə düsturu var idi. Nə idi? Pi n bölünsün t. Ha, bunları indi bura qoyma. Yəni sən bir şey deyim. Bunları gətirib bura yazma. Yəni işin oldusa, sual istəsə gətirib özün bilərsən. Buradan çıx elə, buradan yolculuq çıx. Buralara gəlmə. Buradan bura yolculuq çıxdın. Buradan bura gəldik. Buradan da nə bilim bura gəldik. Nəysə, belə bir şey. Cəza qaçmaq haqqında danışdıq. İndi keçək bir dənə maraqlı hissəyə. Qeyd 3. Fərz elə ki, belə bir dənə şey var. Biraz sual kimidir əslində bu. Birinci gərilmə haqqında danışacağıq burada indi. Bu olsun 2m ya da bura olsun 3m. Bura olsun 2m. Bura olsun m. Buradan da bir f kütləsindən bunları dartsın. Bir üfüqü müstəvidə sürtünmə qüvvəsini nəzərə alma. 4 dartsan. Suallar var burada. Sən bunu dartsansa bu ipdə gərilmə yaranır da. T hərfinə işarə edirik bunu. Tension. Gərilmə deməkdir. İngiliscə T hərfi. Bu da qüvvədir əslində bu. Gərilmə bax qüvvədir. Buna baxın, buna bax. Bu ciddi şeydir. Gərilmədir bu. Gərilmənin vahidi nədir? Newtondur. Gərilmə T hərfinə işarə olunur. Vahidi 1 Newtondur. Newton yəni qüvvədir. Bildiyimiz qüvvədir. Sadəcə bu iplər arasında qalan gərilmə olur da. Yəni ipi tutsaq arasında gərilmə olur da. Odur. Buna T1 deyək. İndi fərqlidir deyə. Bu T1 deyək. Buna da deyək T2. T2 olur. İndi bir şey var ki, sənə desinlər ki, F bərabərdir, tutaq ki, atıram. Elə bir şey eləyim ki, bölünən olsun da. 24 Newton olsun. 24 Newton olsun. T1 və T2-ni tap deyə bir sual versə, sən şaşıb qalarsın. Amma burada əslində eləyə biləcəyimiz şeylər çox sadə bir şeydir. Nədir? Ümumi 24 Newton. Yəni bu sualları belə tərtib eləyəsən ha. Deyirsən ki, T1-i tap, T2-ni tap, deyirsən ki, bunu bu sual eləyə bilərsən. İndi yola keçməmişsən və yolunu izah eləyəcəm. Belə bir eləməyə çalışıyorum eləyəcəm. T1-in nə? Hansı? Bu. Bu. Yox. Bu. Bu da yox. Eləməyə yolunu göstərdi, yatma. Bu 12 dedin sən buna. Ha, buna 12 düzdür. Hə, yaxın məsəf dedim buna. Bax, aferin. Eləyə bildin. Bax, burada nətərdir konu? Bir M başına nə qədər düşür? M başına nə qədər düşür deyəcəksiniz. Bunu bir dənə M-ə nə qədər düşür deyib, bunları da hesablaya bilərsən. Məsələn, buna 5 dənə düşür. Buna 5 dənə düşür. Buna 3 dənə düşür. Belə edə bilərsən. M başına nə qədər düşür? 6 dənə. Əslində bunu M6 deyə bərabər deyil ha. Sadəcə M başına düşür deyə belə bir şey yazdım. Əslində bu belə deyək ki, daha doğru olsun. M başına 6 dənə düşürmü? 6 düşmür. 6 düşmür. 4 düşür. M başına düşür. Çünki 6 M bərabərdir. 6 M neçə düşür? 24 düşürsə, M başına da 4 düşür. Bəs 3 M başına nə düşür? 3 M-ə də 12 düşər. Bu da T-yə bərabər idi. T2'ye beraber idi. Bəs 5 M-ə 20? Ha, 20. O da T1. Yəni bu suallar həqiqətən düşür ki, imtahana düşmüşdü. Dəsən bu il ya da keçən il düşmüşdü. Və indi bir dənə sual verəcəm, sən eləyirsən.
Şimdi senden T1'in olduğunu soruşur. T2'nin olduğunu soruşuram. Ve yok F'in olduğunu soruşur. Ne? Bölünmür. Yani böyle 50-30 bölünmür. Yeni mi istemişsin? onda diyeceğim bir ortada ya. Yok 1 Newton tapma. 1 Newton yok. Ortada 30 yaptım. Ha. Onun değerli Ele de öyle, ele de öyle. O yanlış. Yenmedin. Bakın de. Ben de diyeyim. 30 Newton neydi artır? ortadan 30 Newton 30 kilogram da artır. Kilogram da artır. Evet, yani bunu belə isim xətt çəkin. Newton'a kilogram da artır. Bəs 10 nə də artar? T1'de orta. 10 belə buradan yazaq. 13 kilogram nə də artar? T1 də artar. T1 də. T1 nəyə bərabər olar? 30'a 30'sa 10'a 10 olar. Bəs T2 nələrdə artır? 60. Aha 60. 60'a nə var? T1 deyək də ona. 30'a 30'sa 60'a nədir? Və bu nerede artar? 100. 100 saat yazsın. 100 kilogram neydi artar? 100 kilogram F de artar. F neye beraber olur? 100 litre. Aslında saf verdim ki rəqəm tez olsun, nasıl tapasam, sen biraz sıfır qoyarsan. Ama tapamadım. Sen ne fikirləşmişdin ki? Hani 20 tutaptı. Yo, yanlış. Neydi artır? Ondan sonra sonuncu qeydimizi keçirik. Bu da həqiqətən çox bloklar sistemi. Yəni belə yazarsan, bloklar sistemi həqiqətən də çox düşən bir sualdır və bunun iki üsulu var. Bir düstur üsulu, Yəni şart düsturu qalsın, yerini həll edəsən. Bir də düstursuz metod. Düstursuz sadəcə izah edəcəm. İkisini də eləyirəm. Birini seç. Nə? Testimə? Düstursuz. Yəni baxaq da, yəni mənasız deyir. Öncə düstur deyim, qısa şəkildə qeyd 4-ə keçək. Bloklar sistemi belə yazılır. Bloklar. Blok sualları belə yazılır. Deyəsə buraxış suallar. Blok sualları nədir? Blok nədir ümumiyyətcə? Biraz bunu vaxt danışaq birinci. Blok yəni trenajör falan getmisən. Trenajördə o tutaq nəsə dartsan. Bunun indi belə bir dənə yükdür. Buradan əlinlə tutub belə dartsan belə. Belə idman edirsən. O göydə fırlanan şey blokdur. Blok olsun bu bir dənə blok. Buradan tutaq ki, indi biz düstur vurmasını yazaq. M1 kütləlicəsin varsa, burada M2 kütləlicəsin varsa və biri daha böyükdürsə, M1 tutaq ki, M2-dən böyükdür deyə, M2-dən böyük deyə. Hansı tərəfə gedər? Bu tərəfə gedər. Bu tərəfə tutaq ki, getsin, bu da bu tərəfə getsin. Hə, indi belə bir şey var ki, burada danışacağımız bir şey budur ki, M1 M2'den böyükdür deyə, desəm, bu istiqaməti gedir və bizə burada iki şey lazımdır. Bir, bu ipin gərilməsi, ipin gərilməsi. Bir gərilməli bu arada bərabərdir, çünki bir ip daxil. Bu tərəfdə ayrı gərilmə, bu tərəfdə ayrı gərilmə haqqında danışa bilmərik. Çünki bir gərilmədir. Bir də nə haqqında danışacağıq? Təcil haqqında danışacağıq. Onu zəhmət olmasa eləmə. Təcilin necə düsturunu deyirəm indi birinci. Modulda. C nədir burada səncə? C burada hələ keçmə bir şey gələn dəfə keçirik. C burada sərbəst düşmə təcilidir və həmişə qiymətlərin verilir. Yəni sabit kimi bir şey, sabitdir də. Yəni qiymətin həmişə təqribi olaraq 10 deyə bir şey verilir. Yəni həmişə verilən bir şeydir. Yəni C-dən narahat olmaz. Bir də T hərfi haqqında danışacağıq. Bu da nədir?
Əslində düstur, sadə düsturlardır. Əzbərləmək yəni bunun əslində çıxarılışı da var. Çıxarılışını verirəm amma birini öyrətmək istəmirəm. Belə bir dənə Andravadi düsturdur. Yəni istəsən əslində bu iki şəkilləşir. Bunu əzbərləyə bilərsən, götürə bilərsən və yaxud çıxarılışını istəsən çıxarılışını da verirəm. İndi isə bir sual üzərində bunları düstur formada açıq şəkildə nətər eləyə bilər yön görəcəyik. Olsun neçə? 20 kilogram. Olsun neçə? 30 kilogram. Burada indi təcil tapacağıq. Sonra gəlməni tapırıq. İndi burada gəlməyə bir T deyək. Şimdi o əvəzləyici qüvvət tapmaq lazımdır. Bunu aşağıya demişdik ki C 10'dur. Burada da F bərabərdir MC olur. MC. C nədir burada? Təcil əslində. Nə qədər düşəcəkdir? Burada 10 verirlər təqribi. Neçə olur bu? 200 Newton. 200 Newton bunu yer çəkir. Yer çəkimi də bir şey olmadı. Yerdən azad çəkəndə təcil 10 götürülür. Bunun neçə? 300. Əvəzləyici qüvvə nə olar? 500 yox. Yox. Bunu çox adam belə çəkir. Əslində bu eynidir. Bloku aradan götürsən, əks istiqamətlərə getmiş olurlar. Bloku götür, əks istiqamətə getmiş olurlar. Ona görə əvəzləyici qüvvə. Sadəcə çıxılır. Burada çıxılır və nə tapılır? 100 Newton əvəzləyici qüvvədir. 100 Newton əvəzləyici qüvvənin olduğunu tapdıq. İndi kütləsi nə qədərdir bəs bunun? Kütləsi 50. Bunu çıxırsan 50. A bərabərdir nə? F əvəzləyici bölünsün M düsturundan təcil axını tapırıq ki, nədir? F əvəzləyici nə idi? 100 Newton bölünsün 50 kilogram. Burada nə idi? 2 Newton bölünsün kilogram. İstəyir şey. Yazmaq olar. 2. Tapdıq təcili. İndi bunu da taparıq. Sualın cavabı budur. Bunu da taparıq. Bunu iki yerdən ikisindən də eləsin tapmış olursan əslində. Bu aşağı gedir də. Bunu T bərabərdir. M bunun kütləsi nəsədir? 30. İndi bu üçün bax. 30 olsun. C bunu sonrakıda hələ keçəcəyik əslində. Onun üçün yəni belə bir şey deyim. C plus A. C minus A. Təcil aşağı düşür deyə çıxırıq. Əgər yuxarı qalxsaydı, burada bu istiqamət toplayarıq. Necə var ki, nəticəni nə alarıq? İndi C'miz 10 götürmüşdük təqribi. A'mız nə idi? 2. 8 dəfə tutsun. 240. İndicə bu bir tərəfə baxaq. T1 tutaq. Bura T1 deyək tutaq ki. Bura T2 deyək. Tutaq ki, bu bir bərabərdir. Bura T1 idi. İndi T2 baxaq. Bu da 20'dir. 20 vurulsun. 10 üstə gəlir ki. Burada da plus olur. Burada minus, burada plus. Minus olur necə ki? Yuxarı doğru hərəkət edən təcillərdə həmişə MC minus alınır. Bu tərəflərdə amma MC plus al. Buna bərabərdir. Mütləq bərabər olmalıdır. Mütləq bərabər olmalıdır çünki yenibdir. Tapdın yəni hansı üsullardır? Onu istifadə edərsən verdiyi içində. İndi keçirik nəyə? Bir dənə sual eləyək bu vaxtda, sonra bağlayaq. İndi elə eləyək ki, burada 2 dənə blok olsun. Burada nə eləyək? Bu ki, rahat. Şimdi burada biraz ağzını qatışdırmaya çalışacağım. Bizə T1, T2, T3 lazımdır və təcil lazımdır. Təcil. Birinci onu keçmişdən əvvəl burada deyim ki, T1 bərabərdir T2 bərabər deyil T3. Niyə? Çünki ayrıqdır uşaq. Uşaq bu ayrıqdır. Bu eynidir. Bax, eynidir. İp gəlir, dolaşır buradan, gəlir bura. Eynidir. Amma bu
Başqa etdi. Başqa etdi. İndi burada əvəzedici qüvvəni tapırıq ilk öncə. Bunu aşağı doğru neçə Newton çəkir? 30 vur ona Newton çevirir. 300 Newton. Bunu aşağı doğru 300 Newton. Bunu aşağı doğru 400 Newton. Əvəzedici 100 Newton yenə. Yəni əvəzedici qüvvə nə qədərdir burada? 100. İndi kütlə nə qədərdir? Ümumi kütlə, sistem kütləsi 30. Sistemin 70. 70 kilo. Yəni üm də bərabərdir 70. İndi burada şey tapa bilərik də. A bərabərdir nəyə? 100 bölünsün 70. İndi düzdür. Biraz şey ədəd alındı. Ədəd alındı. 10 bölünsün 7 kimi bir şey alındı. Bir istəyirsin dəyişdirək, amma istəyirsən belə qalsın. Bizi biraz dəyişdirək, yox, xoşum gəlmədi. Xoşum gəlmədi, heç də. 30 olsun olar. Ya 40 olsun. Yox, 40 olsun bura. Bura 40 olsun olar. Görək nə olar. 40 olsa burada olsun 20. Mesela sistemimi dəyişdir. İndi aşağı doğru neçə Newton çəkər buna? 600. Bu tərəfə 400, 200. 200 Newton. Kütlə nə qədər oldu? Ümumi sistem kütləsi 100 Newton. 100. Bu nə oldu? 200 bölünsün 100. Bu da bərabərdir nə? 2. Yax kimi, yəni bir şey aldıq 2. İndi yerinə qoyuruq görək təcil nə qədər? T1 satıyaq. T1 T1 bərabərdir. Bax. Birinci buranın kütləsini qoyuruq. 40 vurulsun. Sistem hansı tərəfə gedər? Aşağı gedir, yuxarı gedir. Bura yuxarı gedər, bura aşağı gəlir. Aşağı gəlir. Ona görə bura nə edirik? Bura toplanır. Bura çıxılır. Bura çıxılır. Əgər ki, az zamandan üst toplayırsan ki, çox alsın. Bura ki 10 plus olur. Plus olur böyle 2. Ne olur? 12'ni vur 40'a 360. 480. Mesela dikkatini yapıyorum. 400 dedin. 480. Bak öyle bir yazılıyor. Yani diyecek T2 yok da onunla hakikaten beraber değil mi? T2 nedir? 20. Çıxılsın neçə? 20 burada 20 götürmür ya. 20 götürmür. Sistemi 10 götürürük. 60. Böyle olmalı daxil. Top burada da çıxırıq kısıtlar. Nətər bərabər olsun ona? 60 vurulsun nə? 10 çıxılsın 2. Burada nə eləyir? 480. Gördüğün kimi hər ikisini neçədən aldıq. Gəlin də bura baxaq görək burada da neçədən alırıq mı? 40 vurulsun 10 çıxılsın 2. Bu da 8. Bu da neçə? 300. 300 eləməz. 320 eləyər. 320. Yəni gördüyün kimi ondan o fərqli. Amma yəni hansı rahatca düstur istəsən laf düstur qatı bu yerinə həllə. İstəməsən belə, məsəl rahat. İndi 5-ci hissəmizə keçirik. Kütlə sıxlıq həcm. Kütlə nə idi? Cismin ətrafının hissəsi idi. Yəni əslində kütlənin tərifini çox insan qatışdırır əslində. Kütləni bilir nədir. Kütləni yəni 3 aylıq kursda kütlənin aldığını bilir. Çəkini qatışdırsa onu da çözərik. Kütləni nə bilirlər? Kütləni bilmirlər heç nə deməkdir. Cismin kütlə nədir? Onu bilmirlər. Əslində kütlə nədir? Yəni əslində kütlənin bir tərif olaraq belə deyirik ki, ətalətin miqdarıdır. Ətalətin miqdarıdır. Yəni kütlə ətalətin miqdarıdır. Yəni cismin nə qədər ətalətli olduğunu deyir. Ətalət nə idi? Yox, bilmirəm, ətalət nə idi? O cismin öz hərəkət halını saxlama qabiliyyətidir. Yəni kütlə onun xarakterizə edir və zaten demişdik ki, kütlə mərkəzinə işarə olunmalıdır və ətalət nə idi? Düz idi. Yəni ətalət çoxdursa, kütlə əldə edir, kütlə çoxdursa təbii. İndi burada azım dedik, kütlə məhz
yazılır və müasısı və o ingilis hərfinin baş hərfinə götürülür və çıxılı M hərfinə götürülür və bu da ki, vahidi nədir? 1 kiloqram vahididir. Kütlə budur. Kütlə nədən ölçülür? Kütləni tərəzi ilə ölçürük. Məsələn, tərəzi ilə ölçülür. Nə? Tərəzi, hətta qol tərəzi də deyirlər. Heç nə bu qədər. İndi kütlə dedik, ondan sonra nə var? Həcm var. V. Kütlə, həcm, o da V hərfindən version'dan bir dənə şey var idi. Onun ingiliscədir. Onun yadımdan çıxıb nə idi, amma V ilə başlayırdı. Həcm oradan götürülür. Həcm nədir? Cismin fəzada tutduğu yer. Yəni bu fəzada nə qədər yer tutursa, o onun həcmidir. Həcmidir. Məsələn, kub fəzada tutduğu yer, onun nədir? Həcmidir. Yəni sən həcmin var, mənim həcmim var, otağın həcmi var. Dünyanın həcmi var, kainatın həcmi var. Yəni həcm var. Və V hərfinə işarə olunur. Bunun da vahidi nədir? 1 metr kubudur. Və ya litr də deyirlər. Bu litrdəki yadında saxla. Həmişə 1 litr, indi desimetrə falan çevirmək üçün də 1 litr 1 desimetr kubudur. Yəni 1 litrlik bu deyirlər Yusuf. Əslində tərəfi 1 desimetr olan desimetr olan bir kubun, yəni hər tərəfi 1 desimetr olsun da bunu, anladın mı? Həcmidir. Yəni həcm, yəni 1 litr su əslində budur. Burası da 1 desimetr olsun. Yəni burası da 1 desimetr olsun. Hər tərəf 1 desimetr olsun da, anladın mı? Bir dənə kubun həcmidir. Səndən su. Yəni həcm budur. İndi belə bir şey var ki, indi vahid həcmə, yəni 1 metr kubu həcmə nə qədər kütlə düşürsə, o həmin o cismin sıxlığıdır. Yəni sıxlıq nə tər düşünək? Məsələn, tutaq ki, əhalinin sıxlığı deyə bir şey də var. O nədir? Tutaq ki, bir dənə kənddir. Kənddəki insanlar belədir. Tutaq ki, bura daha sıxdır, bura daha sıxdır. İnsanlar bura daha sıxdır. Amma burada nədir? Daha şeydir. Burada 1-2 adam var. Burada yoxdur. Belə. İndi gəlin də belə bir şey deyir. Yəni bunu belə yazım. Belə bir şey deyir. İndi əhalinin sıxlığı nədir? İndi birinci ondan sonra keçəcəyik indi bizim sıxlığımıza. Əhalinin sıxlığı nədir? Burada vahid bir dənə həcm götürürlər. Tutaq ki, bura olsun vahid həcmimiz. Vahid həcm nədir? Konkret bir dənə həcm götürürlər ki, boyda bir çərçivəlidə. Buranın da nə olsun? Vahid həcm deyəndə vahid 1-dir. Yəni bura olsun 1 metr kubu. Hər tərəf olsun 1 metr kubluq bir şey götürsək. 1 metr kubunun indi təbii real olma da bu düzdür. Amma 1 metr kubuna neçə insan düşür? 3 insan. Bəs indi burada götürək görək. Həmin o metr kubunu buradan götürək. Burada daha çox insan düşdü. Burada götürsək, burada da ondan biraz daha çox. Yəni sıxlıq budur ki, hara sıxdı səncə? Yuxarı çıxdı. Yəni vahid həcmi daha çox insan düşür. Kütlə də budur. Vahid həcmə daha çox kütlə düşürsə, bu sıxlıq. Yəni bunun sıxlığı deyil. Əhalinin sıxlığı bu da fizikadakı sıxlıq eyni şeydir. Bunun Yunan hərfi, Rho hərfi var. Bir dənə Rho hərfidir. Rho hərfinə götürülür. Vahidini deməyək. Şimdi bunun mənasını deyək. Rho nədir? Sıxlıqdır. Vahid həcmə düşən kütləyə sıxlıq deyilir. Hər cismin özünün ayrı sıxlığı var. Sıxlığın vahidi nədir? Sıxlığı birinci düsturun yazaq. Vahiddən əvvəl düsturun yazaq. Demişdik ki, vahid həcmə düşən nə? Vahid həcmə düşən kütləyə sıxlıq deyilir. Yəni V bölünür, M bölünsün V. Belə bir düsturu var. Buradan bunun vahidini də yazmaq olur. Rho bərabərdir. Bunun vahidi kiloqram, bunun vahidi metr. Bunun vahididir. Həcmi də bu arada deyir ki, menzurka ilə ölçülür. Həcmi menzurka nədir? Elə bil ki, əslində yəni biz menzurkanın iş prinsipini falan onu sonra keçərik, indi vaxtımız azdır. Amma menzurka bildiyimiz yəni iş çalışman kaşın bir şeydir. Sadəcə orada şeyləri var. Yəni göstəriciləri var. Ha, yəni həcm, bak, belə bu qədər. Yəni belə bir şey deyək ki, suallara düşür. Kürənin həcmi. Kürənin həcminə deyək ki, bir sürü çıxart. Onu tər çıxardarsan. Baxın, birinci kürənin R radiusunu, kürənin kütlə şeydir. Kürənin bura R radiusu olsun.
şeyinə, sıxlığına düz baxılır. Kütləsindən bağlı bir düstur çıxar. Kütlə M nəyə bərabərdir? Rho V. Revan. Rho V. Və kütlənin həcmi nəyə bərabərdir? 3/4 pi kubudur. Yəni riyaziyyatdan bilinən bir şeydir bu. Gətir bunu qoysan bura. Rho olsun 3/4 pi r kub. Bu topundakı öyrənmədiyin sualın cavabıdır. Yəni budur. Yəni sıxlıq haqqında başa düşdük. Kütlə haqqında başa düşdük. Bir də belə bir şey deyim ki, bərk cisimlərin sıxlığı onun kütləsindən və həcmindən asılı deyil. Nə deməkdir? Suyun sıxlığı məsələn konkret olaraq 1000 yəni 1000 metr şeydir. 1000 kiloqram bölünsün metr kubudur. Nə deməkdir bu? 1 metr kubu su, 1 metr kubu su, 1 litr yox, 1 metr kubu su, 1 metr kubu su 1 tondur. Amma 1 metr kubu civə 13 tondur. Sudan 13 qat daha çoxdur. Yəni bu o demək məsələn yağın ki 930-dur. Daha nisbətən daha azdır. Arxa meqamda keçəcək ki, niyə yağ daha yuxarıdadır su ilə yağ qatışdıranda. Yəni sıxlıq haqqında danışdıq. Və belə bir eləyək ki, falan. M-dən V-dən rho nədir? Asılı deyilir. Bunu da qeyd elə. Rho M-dən V-dən asılı deyil. Yəni danışdığımız kimi. Yəni konkret olaraq deyirik ki, rho M-dən V-dən asılı deyil. Yəni sən 10 kilo burada su gətirsən də, 1000 kilo su gətirsən də, 10 tutaq ki, metr kubu su gətirsən də, 20 metr kubu su gətirsən də, yenə də hamısının sıxlığı eyni olur. Suyun sıxlığı bu dostum. Yəni bunu nəsə dəyişə bilərsən ki. Oldu bu qədər.